Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zakharova Ermənistanda qondarma erməni soyqırımı tarixinin müqəddəs olmaqdan çıxmasından şoka düşdüyünü vurğulayıb və bəzi erməni siyasətçilərinin bu mövzudan imtina etmək ehtimalını müzakirə etməyə başladığını əlavə edib. Moderator.az məlumat verir ki, bu barədə Aysror nəşri Rusiya hökumət mediasına istinadla məlumat paylaşıb. Tarixdə elə dövrlər olur ki, xalqlar və ölkələr çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün sözün əsl mənasında yoxa çıxırlar. Çünki onlar özləri üçün həqiqətən müqəddəs olana və olmalı olana xəyanət edirlər. Baxın, zahirən müqəddəs görünən tarixin, o cümlədən erməni soyqırımı ilə bağlı tarixə əsaslanan müqəddəs fəlsəfənin bir çox erməni ictimai xadimlərinin və dövlət xadimlərinin təfsirində birdən-birə sadəcə olaraq tərk edilə biləcək bir növ siyasi amilə çevrilməsi məni sadəcə şoka saldı. Təsəvvür edə bilərsinizmi? Deyə Zakharova mediaya açıqlamasında vurğulayıb. Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi bəzi şeylərin həqiqətən toxunulmaz və müqəddəs olduğunu vurğulayıb, çünki onlar çox sayda insanın həyatına başa gəlib. Göründüyü kimi, Rusiya Nazirlik rəsminin bu bəyanatı açıq şəkildə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının, iki ölkə sərhədlərinin açılması və diplomatik əlaqələrin rəsmən bərpasına qarşı yönəlib.